Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu vesselamu ala Resulillah. Amma ba'd. Allah'ın salamı, rahmeti, bereketi, mağfireti cümlemizin üzerine olsun değerli dostlar. İslam Elimleri Mektebi Arap Dili Dersleri silsilesine hoş geldiniz. Bugünkü dersimiz Arap dilinde gayrimüeyyen isimler, yani nekire. Ərəb dili qrammatik baxımdan çox zəngin və incəliklərlə dolu bir dildir. Bu dilin təməl anlayışlarından biri də isimlərin müəyyən və qeyri-müəyyən formalarıdır. Bu dərsimizdə xüsusilə qeyri-müəyyən isimlər, ərəb dilində yəni nəkirə adlandırılan formalar haqqında biz danışacağıq. Əgər bir ismin əvvəlinə müəyyənlik bildirən əlif-lam artiklı əlavə olunmayıbsa və ismin son hərfində tənvin deyilən xüsusi işarələr varsa, bu isim qeyri-müəyyən isim, yəni nəkirə hesab olunur. Bu dərsdə bu cür isimlərin xüsusiyyətlərini, oxunuş qaydalarını və Azərbaycan dilinə necə çevrildiyini ətraflı öyrənəcəyik inşallah. Nəkirənin əsas xüsusiyyəti tənvindir. Ərəb dilində bir ismin qeyri-müəyyən olduğunu göstərən əsas əlamət onun sonundakı tənvin işarəsidir. Tənvin nə idi? Tənvin bir hərfin üzərində və ya altına qoyulan iki eyni hərəkədən ibarət simvoldur. Tənvin həm tələffüzdə, həm də yazıda ismin qeyri-müəyyən olduğunu bildirən bir işarədir. Aşağıdakı misallarda da gördüyümüz kimi kitabun, kitaben, kitabin. Tənvinin üç növü vardı və bunlar iki ötürə, iki üstün və iki əsrə idi. Ancaq bu kəlmələrin sonundakı hərəkələrin dəyişkənliyi o ismin cümlə daxilindəki mövqeyinə görə bilinen bir şeydir. Bunu da daha ileriki derslerimizde inşallah ele alacağıq. Nəkirə isimlərdə əlifin artırılması qaydası. Əgər bir isim iki üstün tənvinlə bitərsə, onun sonuna əlavə olaraq əlif hərfi yazılır. Aşağıda gördüğümüz örnəklərdə kitəbən, B hərfi özündən sonraki hərfə birləşdiyi üçün burada əlif hərfi tənvini dəstəkləmək üçün gəldi. Qaləmən, mim hərfi də özündən sonrakına birləşən bir hərf olduğuna görə özündən sonra iki üstünlü tənvini dəstəkləyəcək əlif hərfi yazıldı. Son örnəyimiz ilmən, eyni şəkildə mim özündən sonra əlif hərfi gəldi və bu əlif hərfi iki üstün adını verdiyimiz tənvin hərəkəsini dəstəkləmək üçün yazıldı. Diqqət edəcəyimiz bir digər xüsus isə, əgər sözün sonundakı hərf birləşməyən, yəni kəsik hərflərdən biri isə, bu zaman əlif ayrı yazılır. Məsələn, zəl hərfi özündən sonrasına birləşməyən bir hərfdir. İki üstünü dəstəkləmək üçün gələn əlif o zaman ayrı yazılacaq. Ustazən, müəllim deməkdir. Nuran, ra hərfi də özündən sonrasına birləşməyən bir hərfdir. Ona görə əlif hərfi ayrı yazıldı. Məscidən, burada da dəl hərfi eyni şəkildə özündən sonrasında birləşmədiyinə görə əlif hərfi ayrı yazıldı. Qeyri-müəyyən isimlər dediyimiz nəkirə isimlər Azərbaycan dilində necə ifadə ediləcək? Sayılabilən qeyri-müəyyən tək isimlər Azərbaycan dilinə bir və ya hər hansı bir kimi tərcümə ediləcək. Məsələn, kitabun, bir kitab veya herhansı bir kitap diyeceğiz. Bir kitap okudum. Qara'tu kitaben. Yani mən herhansı bir kitap okudum. Buradaki isim qeyri-müəyyənlik halındadır. Başında əlif-lam artiklı, yani müəyyənlik artiklı yoxdur. Sonu isə tənvinlə bitdiyinə görə biz bunu tərcümə edərkən bir veya herhansı bir şəklində tərcümə edəcəyik. Qara'tu kitaben. Mən hər hansı bir kitabı oxudum. İndi isə nəkirə isimlərin üç hərəkə ilə oxunması məşqlərini eləyəcəyik. Qaləm kəlməsi dərsin əvvəlində də dediyimiz kimi qeyri-müəyyən isimlərin ən əsas xüsusiyyəti tənvinlə bitmələridir. Bu tənvinlər də üç halda idi. İki üstün, iki əsrə və iki ötürə. Nəkirə isimləri bu üç hərəkə ilə oxuma məşqlərini eləyəcəyik. Qaləm kəlməsi
Qalemun, qalemen, qalemin. Mənası bir qələm, hər hansı bir qələm. Veled, veledun, veleden, veledin. Gördüğünüz kimi elif hərfi dəl hərfinə bitişmədi. Bu dəl hərfinin xüsusiyyəti ilə əlaqəli bir şeydir. Mənası bir uşaq. Melek, melekun, meleken, melekin. Bir melek. Hər hansı bir melek. Kalp, kalbun, kalben, kalbin. Bir qəlb. Burada iki üstün halında B hərfindən sonra iki üstünü dəstəkləyəcək elif hərfi yazıldı. Lisan, lisanun, lisanen, lisanin. Bir dil, hər hansı bir dil. Üç hərəkə ilə əlaqəli bir neçə örnek daha zikr eləyək. Kəlmə bazamız bu şəkildə zənginləşmiş olar. Lisanun, lisanen, lisanin. Az əvvəl oxumuşduq. Haqqun, haqqan, haqqin. Bir haqq, hər hansı bir haqq. Dersun, dersen, dersin. Bir dərs. Ceddun, cedden, ceddin. Dədə manasında. Dəl hərfindən sonra əlif hərfi bitişmədən gəldi. İttifaqun, ittifaqan, ittifaqin. Varisun, varisen, varisin. Meşhurun, meşhuran, meşhurin. Bir məşhurluq, hər hansı bir məşhurluq mənasında. Məscidun, məscidən, məscidin. Qanunun, qanunən, qanunin. Nun hərfi özündən sonrasına birləşdiyinə görə buradakı əlif hərfi bitişik yazılmışdır. Qararun, qararan, qararin. Ra hərfi özündən sonrasına bitişmədiyinə görə əlif hərfi ayrı yazıldı. Ganiyyun, ganiyyen, ganiyyin. Zəncin mənasındadır. Bir zəncin, hər hansı bir zəncin. Xubzun, xubzən, xubzin. Çörək mənasındadır. Bir çörək, hər hansı bir çörək. İndi isə tə-i mərbuta ilə bitən nəkrə isimlərin tələffüzünü görəcəyik. Ərəb dilində dairəvi tə ilə bitən isimlər cümlə sonunda yerləşdikdə və ya həmin söz üzərində fasilə verildikdə tə hərfi tələffüz olunmur, onun yerinə zəif bir h səsi çıxarılır. Yəni burada biz duracağıq. Elə təsəvvür eləyək. Normalda bu hərf h hərfi idi. Üstünə biz 2 nöqtə qoyaraq bunu tə hərfi eləmişdik. Yəni ərəb dilində qayda bu idi. Durduğumuz zaman üstündəki hərəkə və nöqtələr gedəcək. Geriyə sadəcə hə hərfi qalacaq. Necə? Nasihatun. Durduğumuz zaman nasihə. Bir nəsihət. Kə'bətun, kə'bə. Suratun, surah. Buradakı h səsini fasilə verdiyimiz zaman çıxardırıq. Tə-i mərbuta ilə bitən nəkrənin üstünlü halını görəcəyik. Tə-i mərbuta ilə bitən qeyri-müəyyən bir ismin son hərfi 2 üstün ilə gəlirsə, sonuna əsla əlif əlavə olunmaz. Normalda 2 üstünün gəlməsi halında biz son hərfi dəstəkləmək üçün bir əlif hərfini ona bitişdirirdik. Ancaq tə-i mərbutalarda əlif hərfi əlavə olunmur. Kuratan, bir top. Hikmətən, bir hikmət. Rütbətən, bir rütbə. Cənnətən, cənnət, hər hansı bir cənnət. Qissətən, hər hansı bir hekayə, qissə. Gördüyünüz kimi burada 2 üstünlü halda əlavə olaraq bir əlif dəstəkləməsi
edilmeyib. Ərəb dilində önəmli olan qaydalardan birisidir. İndi də yuvarlaq T ilə bitən nəşrə isimlərin oxunuşuna baxaq. Luğatun, luğatən, luğatin. Gördüyünüz kimi iki üstünlü halında əlif əlavə olunmadı. Bir dil, bir lüğət, hər hansı bir lüğət. Dəqiqatun, dəqiqatən, dəqiqatin. Bir dəqiqə. Xutbətun, xutbətən, xutbətin. Bir xütbə, hər hansı bir xütbə. Siyasetun, siyaseten, siyasetin. Gördüğünüz kimi iki üstünlü halda tayin mərbutadan sonra əlif yazılmadı. Aletun, aleten, aletin. Qal'atun, qal'aten, qal'atin. Bir qala. Barbetun, barbeten, barbetin. Bir zərbə. Bəldətun, bəldətən, bəldetin. Bir bəldə, bir ölçə, bir məkan. Ni'mətun, ni'mətən, ni'mətin. Bir nemət. Silsiletun, silsileten, silsiletin. Bir zincir, bir halqa. Gurbetun, gurbeten, gurbetin. Bir qürbət. Bəli, dəyərli dostlar, indi isə nəşrə isimləri tənvinli oxuyub yazma məşqlərinə keçirik. Tək halda ki, birazdan gələcək sözləri tənvinli, yəni iki üstün, iki əsrə və iki ötürəli olaraq oxuyub yazmağa çalışacağıq. Başlayaq. İlk kəlməmiz ilm kəlməsidir. Bir elm, hər hansı bir elm mənasında. Bunu iki üstünlü yazmağa çalışaq. İki üstünlü yazdığımız zaman əlif hərfi ilə dəstəkləyirdik. Bunu unutmayaq. İlmən, ilmin, ilmun. Bir elm, hər hansı bir elm. Vatan, bir vətən, hər hansı bir vətən. İki üstünlü halı. Vatanen, gördüğünüz kimi iki üstünlü halında nun hərfindən sonra üstünü dəstəkləyəcək bir əlif hərfi yazıldı. İki əsrəli halı. Vatanin. İki ötürəli halı. Vatanun. İcabə, bir icabət, bir qarşılıq vermək. İki üstünlü halı. İcabətən. Gördüğünüz kimi yuvarlaq T, yəni T-i mərbutalı sözlərdə iki üstünlü halda ikən sona bir əlif hərfi əlavə olunmur. Durduğumuz zamanda icəbəh h səsi verir. Bunu az əvvəl söyləmişdik. İcəbətən, icəbəh. İki əsrəli halı. İcəbətin. İcəbətun. İki ötürəli halı da bu şəkildə oxunur. Suhulə, bir asanlıq. İki üstünlü halı. Suhulətən. T-i mərbuta ilə bitdiyinə görə əlif hərfi əlavə olunmadan T hərfinin üstünə sadəcə iki üstünü yazmaqla kifayət edirik.
İki əsrəli halı suhuletin. İki ötrəli halı suhuletun. Şahid, bir şahid. Gördüğünüz kimi kelimenin sonundaki hərf özündən sonrasına bitişməyən hərflərdən olduğuna görə buradakı əlif hərfini ayrı yazdıq. Şahidən, şahidin, şahidun. Zaman qazanmaq və dərsin müddətini çox da uzatmamaq üçün bundan sonraki kəlmələri tək-tək yazmayacağam, sadəcə üstündə göstərəcəm. Siz əlinizi alışdırmanız və kəlmə bazanızı genişləndirməniz üçün bunları tək-tək yazaraq əzbərləməniz sizin üçün faydalı olacaqdır. Nasib kəlməsi, bir nəsib. İki üstünlü yazıldığı zaman nasibən ancaq bir əliflə bunu dəstəkləyirdik. İki əsrə yazıldığı zaman nasibin bu şəkildə, iki ötrə ilə yazıldığı zaman nasibun bu şəkildə yazılır. Gafil, bir qafil. Bu kəlməni iki üstünlə yazdığımız zaman lam hərfindən sonra bir əlif hərfi gəlirdi və biz bu birləşməyə yazı dərslərində lam əlif adını vermişdik. Gafilən bu şəkildə yazılacaq. İki əsrəli yazılışı gafilin, iki ötrəli yazılışı gafilun bu şəkildə oxunacaq. Hətif, telefon. Hətifən, hər hansı bir telefon. Hətifin, hətifun. Saut, bir səs, hər hansı bir səs. Sautən. Niyə əlif əlavə elədik və birləşdirdik? Çünki iki üstünlü hallarda əlif mütləq əlavə olunur, təi mərbutələr xaric və birləşdirilməsi məsələsi isə hərfin özü, sonrasına birləşən hərf cinsindən isə əlif hərfini ən axırdakı hərfə birləşdiririk. Bu şəkildə sautən. İki əsrəli halı sautin, iki ötrəli halı sautun. Sərir, yataq, çarpayı. İki üstünlü halında əlif hərfini əlavə edirik, ancaq ra hərfi özündən sonrasına birləşmədiyinə görə əlif hərfini ayrı yazırıq. Səriran, səririn, sərirun. Bəli, dəyərli dostlar, bu dərsdə ərəb dilində qeyri-müəyyən isimlər, yəni nəkirə isimlər haqqında ətraflı dilimiz döndüyüncə məlumat verməyə çalışdıq. İsimlərin qeyri-müəyyən olduğunu necə anladığımızı, tənvin istifadəsinin əhəmiyyətini və Azərbaycan dilində bu sözlərin necə ifadə olunduğunu öyrəndik, ümid edirəm ki. Ərəb dilində sözlərin hal dəyişmələrinə diqqət yetirmək və tənvin işarələrindən düzgün istifadə etmək həm düzgün oxumaq, həm də yazmaq üçün çox önəmlidir. Bu dərsdə ən önəmli məqam bu idi ki, nəkirə dediyimiz şey qeyri-müəyyənlik demək idi, tənvin də nəkirəliyin işarəsi idi. Bunu dəftərimizə not eləyərək, əzbərləyək, yaddan çıxartmayaq. Dərsləri də mütəmadi olaraq yayınlandığı zaman izləsəniz, sizin faydanıza olacaqdır. Bu qaydaları yaxşı mənimsəyərək, ərəb dilində cümlə quruluşunda daha mükəmməl nəticələr Allahın izni ilə iləriki zamanlarda əldə edəcəyik. Bu, sizin mütəmadi olaraq çalışmanıza və dərsdə verdiyimiz kəlmələri və qaydaları əzbərləmənizə bağlıdır. Bu xüsusu diqqətinizə çatdırmaq istəyirəm. Dərsimizi burada yekunlaşdırırıq. Bu günlük bu qədər.
Gələcək dərslərdə görüşmək diləğilə. Allaha əmanət olun. Esselamu aleykum və rəhmətullah.